Başın ucadır ey ana vətən, neçə igidin oldu canından keçən, muradına sarılıb arzusuna yetən, Əflatunun, Ərəstunun vətənidir. Azərbaycan qəhrəmanlar vətənidir. Şəhidlik zirvəsinə ucalanların, zəfər yürüyüşü ilə can qoyanların, torpağa bayrağımızı sancanların, faiqimin, fəzailimin, ümidimin vətənidir. Azərbaycan şəhidlərimizin vətənidir. Azərbaycan qəhrəmanlar vətənidir. Tərtər döyüşlərində həm də kəşfiyyat qrupunun tərkibində o plyomotçu idi. Hər zaman səssizliyini və düşmənin dəqiq nöqtələrini susturmağı bacaran bir şəxs idi. Ona həvalə olan silah və texnikanı daim döyüş hazır vəziyyətdə saxlanmasını sevən bir şəxs idi. Öz nizam-intizamıyla, öz sadiqliyi ilə bunun hörmətini öz dostlar arasında da qazanmışdı. Döyüş səhnələrində hər zaman düşmənin canlı qüvvəsini məhv etməyi bacaran şəxslərdən idi. Yəni, döyüş əhəngçilərə görə ona verilən tapşırıqları komandanın yerinə yetirirdi. Bir tağımda xidmət eləmişik. Faiq çox mərd bir insan idi. Döyüşlərdə həmişə özümüzdən biz balaca sonradan gələn gənc əsgərlərə heç vaxt Faiq imkan vermir ki, onlar bizdən qabağa keçsinlər. Həmişə deyirdi, biz döyüşməliyik. Aprel döyüşlərində idi. O düşmən çox güclü hücumlara keçirdi. Tərtəri götürmək istəyirdilər. Biz də təbii ki, müdafiə olunurduq. O döyüşlərdə bir yerdə olmuşduq. 1994-cü ilin aprel döyüşlərində düşmən tərəfinin böyük qüvvə ilə hücuma keçmişdi. Komandир tərəfindən də tapşırıq verilmişdi ki, düşmənin canlı qüvvəsinin qarşısı alınmalı idi. Faiq bizdə 6-cı mövqesində idi. Və komandanlıq ona tapşırıq verilmişdi ki, ən düşmənin canlı qüvvəsini bizim ön mövqələrimizə yaxınlaşmasının qarşısının alınmasıdır. Faiq o döyüşlərdə çox canfəşanlıq, ona təhkim olmuş iri çaplı silahdan məharətlə istifadə edirdi. Və tez-tez bu döyüş zamanında tez-tez öz mövqələrini dəyişirdi ki, düşmən onun tutduğu mövqelərdə aşkar edilməsin. Və həmən döyüşlərdə düşmənin bir çox canlı qüvvəsi məhv edilmişdi. Onların məhv edilməsində Faiq qardaşımızın da çox böyük bir rolu olmuşdu. Onlar hücum edəndə ən aşağısı 5-6 tankla hücum edərdilər əvvəldən. Vururdular artilleriyadan, sonra hücuma keçirdilər. Bizim də ağır texnikamız olmadığı üçün gözləyirdik. Onlar hücuma keçəndən sonra biz də əks hücuma keçirdik. Demək olar ki, yaxın döyüşlərdə olurduq düşmənlə ən çox. Faiq ilə döyüşdə olduğum yerdə düşmən qrup gəlirdilər bizim üstümüzə. Bizim manqamız qərar verir ki, bunları gözləyək, biraz içimizə buraxaq. Çünki uzaqdan atışma olsaydı, yəni, təbii ki, onlar bizə üstün gələcəkdilər, çünki sayca da çox idilər. Düşmən yaxınlaşdı. O vaxt düşməni pusquya saldıq. 15-20 nəfərlik qrupdan bəlkə 3-4 nəfəri qaçdı, canını qutardı düşməni. Çox vaxt səhərə yaxın hücum edilər, saat 4-də, 5-də. Bir neçə dəfə yaralanmışdı. Hətta onun komandiri bizim yas mərasiminə bütün batalyon gəlmişdi. Komandiri danışırdı ki, bir dəfə biz mühasirəyə düşdük erməni kəsbkarları tərəfindən. Bütün güllələrimiz qutarmışdı. Hər şeyi istifadə eləmişdi, heç nəyimiz qalmamışdı.
Faiq gəldi bizim yanımıza, komandirə neylədi ki, yəni əskərlər də danışırdı, komandirlər danışırdı. Komandir, mənə icazə ver, 150 metr kənarda bir dənə güllə yaşayı mən görmüşəm. Üstü örtülü halda görmüşəm, sən icazə ver, mən onu gətirim. Biz də deyir, həmən akoplarda yatmışıq deyir, səngərlərdə. Başımızı qaldıran kimi güllə yağar, yağış kimi yağar. Mən icazə vermədim. Dedim, mən səni bilə-bilə ölmə göndərə bilmərəm. Sonra 5-3 dəqiqə keçdi, Faiq təzdən gəldi bizim yanımıza. Deyir, komandir, mən öz razılığımla deyirəm ki, mən o yaşqı gətirəcəm. Sürünə-sürünə gedib, deyir, o səngərdə başını qaldırmadan 150 metr qıraqda olan yaşqı gətirib bizə çatdırandan sonra deyir, biz həmən yaşdakı güllələrdən istifadə edib mühasirədən çıxa bildik deyir. Güclərini səfərbərlik eləmişdilər Tərtər rayonunun işğal edilməsi istiqamətində. Bizim hərbi hissəmizdə 1994-cü ilin yanvar ayının 26-sında həmən Tərtər istiqamətinə göndərildi. Çox demək olar ki, böyük ümidlərlə Tərtərin müdafiəsi, necə deyirlər, bizim batalyonun üzərinə düşdü. Yanvar ayında biz ilk döyüşlərə atıldıq. Həmən istiqamətdə düşmənin hücumlarını qabaqlamağa məcburuyduq biz. Çünki biri var ki, düşmən hücum etsin, sən müdafiədə olasan və düşmənin hazırlıqsız yaxalamaq üçün bizim hərbi hissəmizə döyüş tapşırığı verildi. Bu döyüş tapşırığına uyğun olaraq Ağdərə şəhərin ətrafındakı yüksəklərin götürülməsi bizim hərbi hissənin qarşısına qoyulan ən mühüm tapşırıqlardan biri idi. Faiq də bizim bölüyümüzdə xidmət edən cəsur əskərlərdən biri idi. Onun qorxmazlığı, şücaəti təbii ki, onu şəhidliyə aparan ən başlıca xarakter idi. Əmrov Faiqlə mən 93-cü ildən tanıyıram. O bizə Zaqatala rayon hərbi çağırış xidmətindən gəlmişdi. İlk olaraq təlim yollarını keçdikdən sonra 93-cü ildə biz Ağdərə, Tərtər istiqamətdə döyüşlərdə onun iştirakını görmüşdük. Yəni o döyüşlərdə öz şücaətindən, öz qəhrəmanlığından, öz nizam-intizamlığından, döyüş qabiliyyətini, təlimdə öyrəndiklərini döyüş səhnəsində yerinə yetirirdi. Faiq Əmirova o vaxtı dərs etdiyim illərdə onu yaxşı bir şagird kimi tanımışam. Məktəbimizin ictimai işlərində fəal iştirak edirdi. Dərs proqramlarından məharətli istifadə edirdi, mövzuları gözəl danışardı, yaxşı dərs oxuyurdu. Təlim tərbiyəsi ilə, davranışı ilə, bacarığı ilə, qabiliyyəti ilə nəinki şagird yoldaşlarının, Bəhmənli kənd tam orta məktəbinin müəllim kollektivinin böyük hörmətini qazanmışdır. Yaşadığımız elimizdə ovamızda da gənclər arasında böyük hörmətə malik bir oğlan kimi tanıyıram mən onu. O, voleybol komandasının üzvü idi. Çox gözəl də oyunda öz oyununu nümayiş etdirə bilən bir idmançı desəm yanılmaram. Bəlkə də o sahədə getsəydi gözəl bir idmançı olardı. Amma tale elə gətirdi ki, məlum olan o Qarabağ döyüşləri, savaşları başlayanda Faiq Əmirov da öz igid cəbhəçi dostları ilə birlikdə vətənimiz uğrunda savaşlarda iştirak edir. Qorxmur, heç nədən tərəddüd etmir. Ölümün, o kabusun gözlərinin içinə düz baxa bilir. Çünki onun içində vətənə qarşı olan sonsuz bir yanğı, sonsuz bir məhəbbət hissi var idi. Faiqlə hər döyüşdən qabaq biz halallaşırdıq. Ümumiyyətlə uşaqların hamısından halallaşırdıq. Çünki döyüşdə girirsən, bilmirsən, sağ çıxasan, çıxmayasan. Faiqlə də bu Tərtər döyüşündə halallaşdıq. Axırıncı dəfə çıxanda döyüş qutarandan sonra təbii ki, o vaxt Faiqə heç nə olmadı. Şükür sağ olmuş, qalmışdıq hamımız. Hər çıxanda biz deyib gülürdük, təbii ki, sevinirdik ki, düşmənə mövqələrimizi vermədik. Mən özüm Qarabağ zonasındanam, Faiq də Zaqataladandır. Biz həmişə öz torpaqlarımızı təriflədik, öz zonamızı. Biz bir-birimizə söz vermişdik ki,
İnşallah ki müharibə qutarandan sonra Qarabağı da işğaldan azad eləyərik. Yəni biz bir-birimizin vətəninə gedib, yəni qarşılıqlı olaraq biz onlara gedəsiydik, onlar bizə gələsiydi. Qarşılıqlar biz öz aramızda sözləşmişik ki, baxaq, görək hansı zona, yəni daha yaxşıdır bizim dediyimizə görə. O da qismət olmalıdır. Sarsıcı zərbələr nəticəsində düşmənin hücumları burada ləngidildi. Düşmən yanvar ayında edəsi hücumları artıq dayandırdı. Ondan sonra yenidən qüvvələrini cəmləşdirmək, toparlanmağa başladı və mart ayının axırlarında aprel ayının əvvəlləri doğru istiqamətdə yenidən düşmən bu istiqamətdə hücumlar etməyə başladı. 17 gün dalbadal demək olar ki, düşmən hər gün hücum elədi. Tərtəri işğal etmək üçün səhər başlayanda hücumla başlayırdı. Bizim həmən bölgədə yerləşən həm bizim hərbi hissəmizin, həm də digər hərbi hissələrinin şücaəti nəticəsində düşmən həmən istiqamətdə da 1994-cü ilin may ayının 12-sinə qədər heç bir istiqamətdə ciddi irəliləyişlər edə bilmədi. Və artıq irəliləyiş edə bilməyən düşmən və Tərtəri işğal edə bilməyən düşmən atəşkəs bağlamağa məcbur oldu. Şəhidimiz Əmirov Faiq həmin vaxtı bizim hərbi hissəmizin 4-cü bölüyündə mənimlə eyni bölükdə xidmət eləyirdi. Qarşıya qoyulmuş tapşırıqları vaxtında və dəqiq düzgün yerinə yetirməyə çalışan bir qardaşımızdan idi. Hər zaman çalışırdı ki, ona verilmiş tapşırıqları yerinə yetirdikdə onun şəxsiyyətinə və tərbiyəsinə nöqsanlar gəlməsin və həmçinin fəal və öz fiziki cəhətdən sağlam, mənəvi cəhətdən düşüncəli hərəkətlər edirdi. Hər zaman ailəsinə, vətəninə, torpağına bağlı bir insan idi. İlk çaxırçılardan da Faiq Əmirov. O dağda olan çası dəfələrlə yanına getmişəm. Tək o deyildi. Bizim kənddən 3 uşaq var idi. Biri də mənim bibimin nəvəsi Elşən idi, Bayram idi. Artıq müharibələr möhkəmləşdi vaxtında bunlar Tərtər rayonu Soğanverdi kəndinə getdilər. Bax, o Soğanverdi kəndində olanda da dəfələrlə mən yanlarına getdim. Baxma ki, mən Ağdamda xidmət eləyirdim. Bilirdim ki, o uşaqlar bizim öz rayonumuzun uşaqlarıdır. Üstəlik də onlar, məsəl üçün, ilk Azərbaycan çağırışçıları idi. İlk dəfə Tərtərə bunların yanına gedəndə bunlar üçü də oturmuşdular. Dedi ki, kənddən hələ heç kim gəlməyib. Sən buradan bura bizim yanımıza bir böyük kimi yanımızı yenə gəldin. Biraz tibbi ləvazimat aparmışdım. Onlar da verdim onlara ki, birdən lazımız olar. Əgər bir igidin qəlbində, ürəyində, beynində, zəkasında, o vətən yolunda canını sipər etmək varsa, onu heç bir qüvvə dayandıra bilməz. Çünki seçdiyi yol haqq yoludur. Uca Rəbbim də həmişə haqqın tərəfində olur. Faiq, belə baxsam, hündür boylu, enli kürəkli bir oğlan idi. Yox, belə bəstə boylu, biraz arıq deyim, necə deyim, belə zəif vücudu olan bir oğlandı. Amma onun köksündəki ürək o qədər güclü idi ki, o gözünü qırpmadan bu vətən sənin yolunda canın fəda olsun deyə döyüşlərə atıldı və döyüşlərin birində ayağından yaralanır. Bunlar gəlirlər hospitala, orada müalicə olunur və Faiq tərxibatçılığın qarşısını almaq üçün orada iştirak edəndə qəhrəmancasına həlak olur. Ölümündən sonra ona Azərbaycanın milli qəhrəmanı adı verilir. Coğrafya müəllimimiz var idi bizim. Dünyasını dəyişib, Allah rəhmət eləsin. Dedi ki, gələrsən birlikdə imtahanı götürərək yollardan. Faiq Əmirov da o vaxtı gəldi, bilət çəkdi.
danışanda bizim coğrafya müəllimimiz ona maraqlı bir sual verdi. O vaxtı biz xarici ölkələrin iqtisadi coğrafiyası tədris olunurdu. Coğrafya müəllimimiz də fən müəllimi kimi çox intellektual səviyyəli müəllim idi. Bu oğlan da o qədər xatirli, hörmətli oğlan idi. Zarafat yana Asiya ölkələrindən əlavə bir sual verdi. O da məntiqlə yaxşı cavab verdi. Bu Hind-Çin ölkələrinə aid nəsə bir sual idi, bir də yanındadır. Qayıtdı, bizim coğrafya müəllimimiz dedi ki, bəlkə cavabı doğru demədim. Qayıtdı, dedi ki, mən fikrimdə yanılmamışam, cavab doğrudur. Nəsə yaxşı qiymət aldı bizdən. Günlərin birində mən məktəbə gəlirəm. Yenə burada dərs saatlarım başlayır. O da hərbi paltarında evindən məktəbə sarı gəlir. Elə biz məktəbin qapısı ağzında görüşdük. Salamlaşdıq. Çox səmimi bir söhbətimiz oldu. O xatirələrindən danışdı, necə ki, hansı bölgələrdə vuruşub, orada necə olub, neçə nəfər yaralandı, necə oldu. Düzdür, indi onu xatırlamaq çətindir. Çünki insanın o ürəyində o kövrək notlar olur, ora toxunur o xatirələr. Yəni bu insana mən belə diqqətlə fikir verəndə görürdüm ki, yəni onun gözlərində elə bir parıltı, elə bir qəhrəmanlıq şücaəti var ki, bu insan qorxmur da nə güllə səsindən, nə topun o atəşindən. Qorxu yoxdur, ancaq mən bu vətənin müsəllah əskəriyəm, bu vətəni qorumalıyam. Bax, o amalla yaşayırdı. Eyni məktəbdə təhsil almışıq, digər sinifdə olub Faiq. Biz digər sinifdə 1993-cü ildə iyul ayının 2-sində hərbi xidmətə yola düşmüşük. Birinci 3 ay Nasosunda hərbi xidmətdə olmuşuq. Ondan sonra ensaylı hərbi hissəyə oktyabr ayında aparıblar. Fevral ayında Füzuli istiqamətində döyüşlərdə iştirak eləmişik. Sonra Tərtər, Ağdərə istiqamətlərində iştirak eləmişik. İlk xidmət nələri başladı Tərtər, Ağdərə rayonlarından. Biz də ona elə özünün dost yoldaşları olan, əskər yoldaşları olan valideynlərlə bir yerdə onlara dəyməyə getmişdik. Biz gedəndən bir 3 gün, 4 gün orada qonaq evi tutub gözləməli olduq. Onlar ön mövqedə idilər. Döyüş bölgəsindən qayıtdılar ki, tuş qəbul eləsinlər. Biz orada görüşmək qismət oldu bizə. Çox yoldaşlardan itkin düşənlər vardı, geri qayıda bilməyənlər vardı. Ağlaşan valideynlər, analar, atalar var idi Tərtər bölgəsində, Marquşavan adlanan yerdə. Biz orada təxminən bizə orada görüşmək nəsib oldu, 1 saat, 2 saat kimi. Ondan sonra döndük yenə evinə. Yaxşı xəbərləri gəlirdi, sədaları gəlirdi, özü arada məktub yazırdı. Qarabağ bölgəsini o qədər o ermənilərin törətdikləri o cinayətlər ki var idi, onlara qarşı böyük nifrəti var idi onun. Hərdən bir mən ondan soruşurdum, deyirdim, qardaş belədir, bunun axırı nə olar, bizim ordu niyə belə o devirdə, yəni biraz zəiflik göstərirdi. Deyirdi, qardaş, vaxtı çatanda hamısı yerinə düşəcəkdir, görəcəksən, deyirdi özü. Gördüm ki, tarixə meyli daha çoxdur deyə. Bəlkə də o meyilli onu, o torpağa, vətənə elə bir ki, əvvələ bağladı elə bir ki. 2 ilə yaxın cəbhə bölgəsində döyüşdü. Ağdərənin əvvəllər bir neçə dəfə ermənilərdən alındı, sonra təzədən verildi. O döyüşlərdə iştirak elədi. Hətta o 2 dəfə o yaralanmışdı da həmin döyüşlərdə. Amma heç bizə məlumat verməmişdi yaralanması barədə. Müalicə olandan sonra gedib təzədən yenə də döyüşünü davam elətdirmişdi. Deməli 2 il müddətində o bir dəfə evə gəlmişdi, 3 günlük icazə götürüb. Orada da bu qardaşım mənə ev tikirdi onda. Biz orada işləyirdik. Gəldi, başladı bizə kömək eləmə. 2 günlük gəlmişdi. Dedim, qardaş, sən döyüşün içində olan adamsan, get 1-2 gün istirahət elə. Dedi, yox, dedi, mən sizlə iş... O günü bizdən axşama kimi işlədi o ev. Yuxarıda daş qoyurduq. Bax, orada bizdən, yəni belə bir bizdən heç ayrılmaq istəməyən, belə bir qardaş idi o. Məktəbdə keçirilən siniflər arası yarışların birində bunların komandası uduzdu 2-1 hesabı ilə. Dedim ki, oğlum,
ruhdan düşmə. Qarşıda hələ çox yarışlar var. Qayıtda belə bir söz dedi ki, müəllimə, həyat mübarizədir. Biri udar, digəri uduzar. İnşallah gələn dəfə dedi bizim komandamız o yarışın hökmən qalibi olacaq. Həqiqətən belə də oldu. Yəni hər bir insan qarşısına bir məqsəd qoymalıdır. O məqsədə çatmaq üçün də insan mübariz olmalıdır. Mübariz olmasan, o istədiyin nəticəni əldə edə bilmirsən. Bugün bizim qəbirstanlıqda uyuyan hər bir şəhidimiz bizim vətənimizin qürur yeridir. Bizim iftixarımız da olar. Dağlara baxanda deyirdi ki, bizim rayonda da belə dağlar var. Yaşamaq arzuları böyükdür. Çox əfsus olsun ki, o arzularına, yaşamaq arzularına çatmadı, daim qəlbdə yaşamaq arzusuna çatdı. O tarixdə qaldı. O bizim bugün qürur yerimizdir. Faiq həmişə oxumaq arzusu olubdu, amma oxuya bilməyib. Əskəriyə getdiyi üçün fikirləşib ki, əskərlikdən gələndən sonra oxuyacaq, milli qəhrəmanlıq sücaəti ilə ucalmağa qismət olub. Azərbaycan bizim vətənimizdir. O yaş həddi ilə qədər vaxt bitdi, hamı gedib vətənə olan borcunu yerinə yetirməlidir. Faiq Əmirov da onun içindən gəldi ki, vətənə xidmət eləsin. Biz fəxr edirik ki, bizim milli yetirməmiz var. Milli qəhrəman adına layiq görülür. Bundan bir zirvə şöhrət ola bilməz. Faiq kimi oğlanlarımız çoxdur. Onlar vətənin azadlığı, torpaqlarımızın suverenliyi yolunda can fəda etdilər. Ölmədilər, ölməzliyə qovuşdular. Uca Rəbbim onları minlərlə insanlar içindən seçdi. Çünki şəhidlər seçilənlər siyahısındadılar. O şərəf hər insana nəsib olmur. Ölüm fərzdir. Hər kəs bu dünyada bir qonağıq. Bir gün hamımız tərki cahan olub bu dünyadan gedəcək. Bir də var, ölümlərin alisi. Ali bir məqam, ali bir zirvə. O hər bir insana o şərəf qismət olmur. Azərbaycanın torpaqlarını işğaldan azad edib, o yolda qəhrəmancasına vuruşan igidlər hamısı bizim evladımızdır. Onlar hamısı bizim əzizlərimizdir. Biz bugünkü gün burada, mən bir müəllim kimi pedaqoji fəaliyyətimdə yüksək ruhla işləyim deyə, bu millətin evladları burada güclü təhsil alsın deyə onlar qara torpağı özlərinə bir ev seçdilər. Biz o qara torpağın üstündə rahat yaşayaq, rahat gəzə bilək deyə. Əlbəttə, onların xatirəsi qəlbimizdən silinməyəcək.